Bugün biz sadəcə bir kitabdan yox, bütün bir sənayeni kökündən dəyişdirən bir fəlsəfədən danışacağıq. Taichi Ohno'nun qələmə aldığı Toyota istehsal sistemi. Bilirsiniz, bu hekayə böyük bir zəfərlə başlamır. Əksinə, böyük bir məğlubiyyətdən və zərurətdən doğulub. Amma sonda bütün dünyanı dəyişib. Gəlin elə isə bu inqilabi sistemin sirlərini birlikdə açaq. Hər şeyin başladığı yerə gedək. İkinci Dünya müharibəsindən dərhal sonraki Yaponiyaya. Təsəvvür edin, ölkənin sənayesi, infrastrukturu demək olar ki, tamamilə məhv olub. Və bu xarabalıqlar içində qarşıda qeyri-mümkün görünən bir sınaq var idi. Baxın, bu sözlər Yaponiyanın təslim olduğu gün səslənib. Toyota'nın o zamanki prezidenti Kichiro Toyoda bu cəsarətli hədəfi ortaya qoydu. Bu sadəcə nikbin bir arzu deyildi, yox, bu həyatda qalmaq üçün bir ölüm-dirim məsələsi idi. Vəziyyətin nə qədər kəskin olduğunu anlaya bilirsiniz. Amma aradakı fərq inanılmaz idi. Amerikada cəmi bir avtomobil işçisi 9 yapan işçinin gördüyü işi tək başına bacarırdı. 1-ə qarşı 9. Bu sadəcə bir rəqəm deyil. Bu, aşılması demək olar ki, imkansız görünən nəhəng bir uçurmuydu. Bax, əsas sual da elə bu idi. Taichi Ohno başda olmaqla Toyota mühəndisləri məhz bu suala cavab tapmalıydılar. Əllərində nə böyük fabriklər vardı, nə də sonsuz maliyyə imkanları. Heç nə, sadəcə tək bir hədəf. Nəyin bahasına olursa olsun ayaqda qalmaq və qalib gəlmək. Və cavab heç kimin gözləmədiyi bir yerdən gəldi. Taichi Ohno fundamental bir şeyi kəşf etdi. Anladı ki, əsas problem işçilərin az çalışması deyil, əksinə proseslərin içində gizlənən o böyük, o nəhəng israfdır. Baxın, bu slayddakı ideya bütün sistemin təməlini qoydu. Məsələ daha çox tər tökmək deyildi, qətiyyən. Məsələ daha ağıllı işləməkdir. Yəni, hər bir hərəkəti, hər bir prosesi sorğulamaq və özündən soruşmaq. Bu, müştəri üçün bir dəyər yaradırmı? Yaratmırsa, deməli o, sistemdən amansızcasına təmizlənməlidir. Və beləcə Toyota istehsal sisteminin bir nömrəli düşməni müəyyən oldu. Muda. Yaponcadan tərcümədə israf deməkdir. Bu, pul itkisi ola bilər, vaxt itkisi, material itkisi, hətta lüzumsuz bir hərəkət belə ola bilər. Qayda sadə idi. Əgər müştəri buna görə pul ödəməyə hazır deyilsə, deməli bu mudadır. Vəssalam. Ono bu mücərrəd israf anlayışını daha da konkretləşdirdi. Zavodu gəzərək səmərəliliyi oğurlayan 7 əsas günahkarı müəyyən etdi. Ehtiyac olmadan artıq istehsal etmək, bir prosesin digərini lüzumsuz yerə gözləməsi, qüsurlu məhsullar və sair. Amma onun üçün ən pisi birincisi idi. Artıq istehsal. Çünki o bilirdi ki, bu israf növü digər 6-sının da yaranmasına səbəb olur. Yaxşı, bəs bu israfı aradan qaldırmaq fəlsəfəsini necə həyata keçirmək olardı? Ono, bütün sistemi iki möhkəm, sarsılmaz sütun üzərində qurdu. Bu iki prinsip, yəni tam zamanında və jidoka, sanki bir-birini tamamlayan iki qüvvə kimidir. Biri istehsalatın dayanmadan mükəmməl bir rəqs kimi axmasını təmin edir. Digəri isə bu axının içində keyfiyyəti qoruyur və problemlərin böyüməsinə imkan vermir. Gəlin birinciyə daha yaxından baxaq. Bu həqiqətən də inqilabi bir yanaşma idi. O vaxta qədər hamı necə işləyirdi? Proqnozlara əsasən kütləvi istehsal edib ambarları ağzına qədər doldururdular. Toyota isə dedi ki, yox, biz ancaq real tələbat olanda istehsal edəcəyik. Yəni sistemi itələməkdən dartmağa çevirdilər. Bu da ambar xərclərini, yəni israfı sıfıra endirirdi. Bu isə ikinci sütun. Amma bu, bildiyimiz sadə avtomatlaşdırma deyil. Bu, sanki maşınlara insan zəkası vermək kimidir. Fikir budur. Hər hansı bir maşın ən kiçik bir problem və ya qüsur aşkar edən kimi dərhal özü-özünü dayandırır və insanı köməyə çağırır. Nəticə, qüsurlu məhsullar heç vaxt növbəti mərhələyə keçmir və problem yaranan anda həll edilir. Və maraqlıdır ki, bu dahi ideya heç də avtomobil sənayesindən gəlməyib. Ta şirkətin köklərindən, yəni tekstil biznesindən gəlir. Təsisçi Sakichi Toyoda'nın ixtira etdiyi o avtomatik toxucu dəzgahı bircə sap qırılan kimi dayanırdı. Bax, bu sadə, amma dahi prinsip 10 illər sonra bütün Toyota fəlsəfəsinin təməl daşlarından biri oldu. Yaxşı, bəs bütün bu möhtəşəm fəlsəfə və prinsiplər zavodun içində gündəlik işdə necə həyata keçirilirdi? Gəlin indi də sistemi hərəkətə gətirən o praktik, konkret alətlərə baxaq. Baxın, tam zamanında prinsipini reallığa çevirən sehirli çubuq elə budur, Kanban. Çox vaxt sadə bir kart. Bu kartlar sanki istehsalat xəttinin sinir sistemi kimi işləyir. Növbəti stansiyada bir detal istifadə olunduqca, boş qutu bir Kanban kartı ilə geri göndərilir. Bu da əvvəlki prosesi siqnal verir ki, mənə bundan bir dənə də istehsal et. Və bütün bunlar hansısa mürəkkəb kompüter proqramı olmadan baş verirdi. Sadəcə bir kartla.
Problemlərin həlli üçün istifadə edilən digər bir dahi və sadə alət isə budur. Səthidəki simptomları müalicə etmək əvəzinə 5 niyə metodu sizi problemin əsl kökünə, DNT-sinə qədər aparır. Məsələn, maşın dayandı. İlk sual, niyə? Çünki siqorta atdı. Yaxşı, bəs niyə siqorta atdı? Çünki həddindən artıq yüklənmə oldu. Bəs niyə yüklənmə oldu? Çünki yataq yaxşı yağlanmamışdı. Bax bu şəkildə davam edərək əsl kök səbəbi tapırsınız. Bəs bütün bu yanaşma o dövrdə sənayeyə tam hakim olan Henry Fordun kütləvi istehsal sistemindən nə ilə fərqlənirdi? Bu fərqi anlamaq əslində Toyota'nın dünyada qoyduğu mirası anlamaq deməkdir. Bu cədvəl əslində hər şey deyir. Bu sadəcə iki fərqli istehsalat sistemi deyil, bu iki tamamilə fərqli dünya görüşüdür. Ford sistemi üçün əsas olan həcm idi. Yəni, nə qədər çox, o qədər yaxşı. Toyota üçün isə əsas olan dəyərdir. Yəni, israfı yox edərək müştəriyə maksimum dəyəri çatdırmaq. Ford sistemi güclüydü, bəli. Amma Toyota sistemi daha ağıllı və daha çevik idi. Amma zamanla bu sistemin təsiri zavod divarlarından çox-çox kənara çıxdı. Səhiyyədən tutmuş, proqram təminatı hazırlamağa, bankçılıqdan startaplara qədər hər sahədə bu prinsiplər tətbiq olunmağa başladı. Artıq söhbət təkcə maşın yığmaqdan getmirdi. Bu bir düşünmə tərzinə, bir idarə etmə fəlsəfəsinə çevrildi. Deməli, gəldik əsas məqama. Toyota'nın dünyaya əsl mirası onun Kanban kimi alətləri deyil, o alətlərin arxasında duran fəlsəfədir. Bu, Kaizen adlanan, yəni hər zaman, hər gün biraz daha yaxşı olmağa çalışan davamlı təkmilləşmə ruhudur. Bu, konveyerdəki ən sadə işçinin belə fikrinə və zəkasına dərin hörmət göstərən bir mədəniyyətdir. Kichiro Toyoda'nın bu sözləri məncə hər şeyi mükəmməl şəkildə yekunlaşdırır. Toyota sistemi Amerikan metodlarının kör-köranə bir kopyası değildi, əsla. Bu, məhz Yaponiyanın özünə məxsus ehtiyaclarından, məhdudiyyətlərindən və yaradıcılığından doğan tamamilə unikal bir innovasiya idi. Və bu təhlili kiçik bir sualla bitirmək istəyirəm. Bu prinsiplər, gördüyümüz kimi, təkcə fabriklər üçün deyil. Elə isə bir anlıq düşünün. Bəs siz öz gündəlik işinizdə, həyatınızda dəyər yaratmayan və sadəcə zamanınızı, enerjinizi, resurslarınızı tükədən hansı muğdaları, yəni israfları tapıb aradan qaldıra bilərsiniz? Düşünməyə dəyər, elə deyilmi?